İranla bağlı danışacaq. İsrail, Birləşmiş Ştatlar səhər tezdən sosial şəbəkəni açan kimi Elcan çıxdı qarşıma. Yenə danışır. Səidə Bəkir qızı. İslamın düşməni. Siz kimsiz ki, mən İslamın düşməni elan edirsiniz? Elcan bəy. Assalamu aleykum dəyərli izləyicilər. Bu videonu mənə göndərdilər ki, bax sənin haqqında jurnalist belə danışır. Əvvəla onu qeyd etmək istəyirəm ki, istəyir jurnalist olsun, istəyir bloger olsun, istəyir xanım olsun, istəyir bəy olsun. Hər kim ki İslam dinimiz haqqında onun təhrif olunmuş formalarını dilə gətirir, bizim dəyərlərimizə toxunur, İslamofob münasibət göstərir, hicab haqqında və digər dəyərlərimiz haqqında yanlış nəticələr, qənaətlər gətirib və deyərdim ki, özünü İslama nisbət edən hər hansı bir şəxsin bir feilinə görə o naqisliyi, o bir şəxsin naqisliyini bütün dini yaşayanlara şamil edib, onlara hədəf götürəcəksə, istəyir Səidə Bəkir qızı olsun, istəyir Kamran Həsənli olsun, istəyir Elşad Miri olsun, istəyir digərləri olsun, hər zaman bir mömin olaraq, bir müsəlman olaraq onların cavabını verəcəyəm. Çünki bir nəfərin naqisliyini, bir nəfərin günahını, xətasını bütün İslam aləminə şamil etmək olmaz. Siz əgər bunları bir-birindən ayırt eləyə bilmirsinizsə, bu sizin öz problemlərinizdir. Yenə də deyirəm, burada artıq kişi, qadın, gender bölgüsü rol oynamır. Nə zaman ki siz İslama dil uzatmayacaqsınız, o zaman da təbii ki belə videolar gəlməyəcək. İkincisi, siz çox təxribatı bir yansıtma eləyirsiniz. İstiqaməti tamam başqa bir məcraya aparırsınız. Siz nə zaman İrandan danışanda Səidə Bəkir qızı mən bunun əleyhinə olmuşam, mənə bir nöqtə, bir dəlil göstərin, bir video göstərin. Bu sizin öz işinizdir. Mən nə İrançıyam, nə Turançı, məni tanıyanlar da bilirlər ki, mənim ağam da yoxdur. Mənim peyğəmbərim var, mənim dəyərlərim var, mənim Rəbbim, Allahım var. Müsəlmanam, əhl-i sünnətəm. Amma yenə də deyirəm, İslam haqqında kimliyindən asılı olmayaraq yalan bir fikir cəmiyyətə sərgiləyirsə, kütləvi informasiya vasitəsində aşağılayırsa, bunun əleyhinə təbii ki olacağım və bu barədə danışacağım. Və sizin İranın üzərinə məni gətirib bağlamağınız bir daha sizin necə fitnəkar, necə yalancı, necə spekulyasiya etməyinizi göstərir ki, bu da sizə başucalığı gətirmir. Jurnalist dürüst olmalıdır, qərəzsiz olmalıdır. İndi görək sonra nə demisiniz bu barədə. Deyir ki, mən sizi tanıyıram, həmkarlarımdan birisi zamanında müğənnilərlə oxuyub oynayan biri olmuş. Yaxşı, Səidə Bəkir qızı, bu ilə nə demək istəyirsən? Birincisi, mən oynamamışam. Mən gənclik illərimdə reper kimi fəaliyyət göstərmişəm. Sonradan da bu sahədən uzaqlaşmışam. Aparıcılığa başlayandan bu sahədən uzaqlaşmışam. Dəqiqliyini də bilmək istəyirsə, ümumiyyətlə tövbə eləmişəm. Mənim tövbə etdiyim bir məsələni bugün açıqlamaqla siz nə demək istəyirsiniz? Yəni, sənin ixtiyarın yoxdur, indi İslamı müdafiə edəsən, mənə deyirsən də, ixtiyarın yoxdur, İslam haqqında danışasan. Yaxşı, sizə bu ixtiyarı kim verib? Digər bir məsələ, mən Bakı İslam Universitetini natamam da olsa 3 kursa qədər oxumuşam. Ən azından buna görə mən mükəlləfəm. Bir vətəndaş olaraq mükəlləfəm. Mən ölkəmdə düzlüyün, bərabərliyin, vəhdətin, bütün İslamı yaşayan insanların vəhdətini görmək istəyirəm. Mənim amacım budur. İstəmirəm ki, mənim dinimə kimsə dil uzatsın, bayrağıma dil uzatsın. Çünki o bayrağın bir rəmzi də, yaşıl rəmzi də İslam sivilizasiyası rəngidir. Amma siz jurnalistlər, sənin kimi Səidə Bəkir qızı jurnalistlər hələ də başa düşmürsünüz ki, bizim rəmzlərimizdən biri budur. Və biz bugün hicaba, İslama və yaxud da başqa bir dəyərə dil uzatmaqla eyni zamanda bayrağımıza dil uzatmış oluruq. Sizin isə məni gətirib İrana bağlamaq istəyiniz şübhəsiz ki, absurd, cəfəng bir şeydir. Çünki məni tanıyan bilir və bir daha deyirəm ki, mənim ağam yoxdur. Nə Xomeynidir, nə başqasıdır. Mənim peyğəmbərim var, Məhəmməddir adı. Mənim Rəbbim var, adı Allahdır. Mənim kitabım var, adı Qurandır. Nə qədər siz belə spekulyasiya eləyəcəksiniz? Əgər siz həqiqətən də dürüst insan olsaydınız, bu qədər insan sizlə münaqişədə olmazdı. Yetənə yetirsiniz, yetməyənə bir daş atırsınız. Bir var ki, daşı atırsan ona görə ki, o haqsız bir daşdır, cavab olaraq. Və bir də var ki, sən sadəcə şov axtarırsan.
reytinq axtarırsan, qalmaqal axtarırsan. Səidə Bəkir qızı, mən tanınanda 2003-2004-cü illərdə bəlkə də siz bu sahədə, bu camiyyədə ümumiyyətlə heç yox idiniz. Siz və sizin kimilər. İndi görək sonra nə demisiniz. Bu yeri gəlmişkən mənim sizə sonuncu videomdur. Əgər İslam haqqında yenə də yalan təhrif olunmuş, qərəzli, islamofob video yayacaqsınızsa cavabınızı alacaqsınız. Yox, əgər İslam haqqında danışmayacaqsınızsa mənim sizlə şəxsi də heç bir işim yoxdur. Bunu da diqqətinizə çatdırıram. Və əgər həqiqətən də mənim mövqeyimi öyrənmək istəyirsinizsə, buyurun dəvət edin məni kanalınıza, debat eləyək və mən öz fikirlərimizi sizə üzünüzə deyim şəxsən. Deyir sizə cəsarət. Buyurun dəvət edin deyim. Və məni başqa-başqa yerlərə, başqa-başqa siyasi motivlərə bağlamayın. Mən siyasətçi deyiləm. Mən müsəlmanam, əlhəmdülillah. Bir qadın həddini bilmirsə, bir qadın İslam haqqında təhrif olunmuş və özünə uyğun olan bir məsələdən danışırsa, istər uşaqların hicab məsələsi olsun, istər digər məsələlər olsun və hər əlinə imkan düşdükcə İslamı qamçılamağa çalışırsa, burada artıq məsələnin nə qadını, nə kişisi. Səidə xanım, siz bunu evdə, mətbəxinizdə oturub özünüz üçün danışmırsınız ki, mən sizin adınızı çəkim. Siz bunu cəmiyyətə, ictimaiyyətə təlqin edirsiniz. Onsuz da ateistlər bir yandan, islamofoblar bir yandan, Epstein davamçıları bir yandan, hamı İslamın üzərinə hücumdadır bugün. Siz də qoşulmuşsunuz onlara. Yaxşı, indi biz nə edək? Cavab verməyək sizə. Deməyək ki, İslam bu deyil. Deməyək ki, İslam hansısa bəzənmiş, hicabda da olsa, TikTokda canlı yayım aparan o nümunə deyil. Bunları deməyək sizə. Deməyək ki, İslamda qadın nümunəsi bizim üçün Fatimə Zəhradır, Xədicə anamızdır, Ayşə anamızdır. Deməyək bunları sizə. Nə zaman ki, dilinizi sakit saxlayacaqsınız, onda da adınız hallamayacaq. Ona görə də xahiş edirəm, İslam haqqında bundan sonra təhrif olunmuş heç bir şeyi danışmayın. Bir müsəlman olaraq sizdən rica edirəm, bayrağımıza görə danışmayın. O İslam rənginə görə danışmayın. Əcdadlarımızın adət-ənənəsinə görə danışmayın. Milli mənəvi dəyərlərimizin böyük əksəriyyəti İslam üzərindədir. Buna görə danışmayın. Və yaxud da danışırsınızsa, yaxşı tərəfdən deyin. Sağ olun.